Salam hörmətli tamaşaçılar, TV1-in efirində böyük tənəffüs verişinin vaxtıdır. Deyirlər ki, keyfiyyətli təhsil dünyada hər bir fərdə özünü inamlı və rahat hiss etmək, insanlığın mahiyyətini əks etdirən fərqliliklərə maraq göstərmək və onların içərisində bizi birləşdirən ortaq insani dəyərləri anlamağa əsas təməl qazandırır. Elə bugün də biz keyfiyyətli təhsildən danışırıq. Verişimizin bugünkü qonağı Harvard Universitetinin məzunu Lalə xanım Əliyevadır. Lalə xanım, xoş gördük. Çox təşəkkür edirəm Elnurə xanım dəvətiniz üçün. Çox şadam ki, buradayam və ümid edirəm ki, qarşıdakı dəqiqələrimiz çox maraqlı keçəcək. Mən sizə təşəkkür edirəm ki, siz bizim suallarımızı cavablandırmağa vaxt ayırmısınız. Lalə xanım, elə biz istəyirəm ki, buradan başlayaq ki, siz ölkəmizin qürur duyduğu vətəndaşlardansınız. Hər bir gəncin arzusunda olduğu, xəyallarında olduğu, lakin buna müvəffəq ola bilmədiyi, çox ölkənin və dünyanın nüfuzlu elm ocaqlarından biri Harvard Universitetinin məzunusunuz qeyd etdiyimiz kimi. Gəlin buradan başlayaq. Harvard Lalə Əliyevaya nə qazandırıb? Çox təşəkkür edirəm. Əslində qalsa çox geniş bir sualın cavabını əhatə edəcək bir sualdır. Mən əvvəlcə başlamaq istəyirəm Harvard Universitetinin məzunlarına nə verdiyindən. Harvard Universiteti elə bir tədqiqat mərkəzidir ki, elə bir ünvandır ki, o həmin universitetdə oxumağa gedən bütün məzunlarına belə bir sindrom yaşadır. Buna imposter sindromu deyirlər. Və Amerikalı psixoloq Paul Clance tərəfindən yaradılmış bir konsepsiyadır. İnsanlar Harvard Universitetində oxuyanda və oxuyandan sonra özlərini biraz əskik hiss etməyə başlayırlar. Niyə? Çünki bunun izahını verəcəm sizə. Çünki elə bir böyük bir ünvana düşürük ki, tədqiqat mərkəzinə düşürük ki və qazandığımız nailiyyətlərə baxmayaraq, keçən illərin təcrübəsinə baxmayaraq hiss edirik ki, biz hələ çox şey bilmirik. Və buna görə də Harvard Universiteti bizə nə qazandırır? Ömürlük öyrənmə səyahəti. Və bizi həmin səyahətin içərisinə atır. Və artıq o universitetdən məzun olandan sonra hər günün nə isə öyrənməsən, sanki həmin günü yaşamamış kimi hiss eləyir insan. Yəni bu ən böyük özəlliklərindən biridir Harvard Universitetinin. İkincisi isə adında Harvard Universitetinin loqosunda Veritas loqosu var, hansı ki bu ədalət və insanlıq prinsipinə qulluq edən bir loqodur. Həqiqətən dünyada, xüsusilə təhsil sistemində hər kəsin təhsilə əl çatan olmasını sağlayan bir loqodur və mən oraya ilk dəfə gedəndə həmin loqonun mahiyyətinə maraqlananda orada professorlar bizə izah etdilər ki, əgər sən yaşadığın ərazidə hər kəs təhsil ala bilmirsə, deməli sən həmin cəmiyyətə qulluq eləmirsən. Ona görə də bu iki ümumiləşmiş fikir Harvard Universitetinin mənə verdiyi, mənə qazandırdığı dəyərlərdəndir. Nə gözəl. Lalə xanım, ümumiyyətlə Harvard təcrübəsi təhsillə bağlı siz çox maraqlı məqamlara toxundunuz. Mənim üçün də maraqlı bir sual yarandı məndə ki, Harvard sizə təhsillə bağlı hansı qənaəti formalaşdırdı və yaxud hansı bir baxış bucağınızı dəyişdi? Bilirsiniz, biz indiyənə qədər təhsil sistemində ən çox bizim kökləndiyimiz məsələlər nə olub? Məsələn, mənim öz uşaqlığımdan götürsək, öz müəllimlərimlə münasibətimdən götürsək, biz həmişə çalışmışıq ki, yüksək bal yığaq və hansısa bir universitetə qəbul olaq. Və bu təkcə Azərbaycanda belə deyil, dünya təhsil sistemində test yönümlü təhsil formalaşıb. Və bizi bir balaca buna yönəldiblər. Amma Harvard bizə məsələyə, təkcə Harvard yox, bütün dünya artıq məsələyə başqa cür baxmağa başlayıb. Biz təhsil dedikdə təkcə test balları yüksək olan nəsil yox, həm də gözəl şəxsiyyət yetişdirməliyik. Və elə bir şəxsiyyət ki, bu şəxsiyyətdə həm gözəl davranış bacarıqları olsun, ünsiyyət bacarıqları olsun, komandada işləyə bilmə bacarığı olsun, empati hissi olsun. Artıq təhsil dedikdə təhsilin bucağı dəyişib. Təkcə testlərə köklənmiş və yüksək bal yığan uşaqlar yox, amma gələcəyin cəmiyyətə hazır olan empatiyalı insanlar yetişdirmək, şəxsiyyətlər yetişdirmək, ləyaqətli vətəndaş yetişdirmək missiyasına çevrilib artıq təhsilin missiyası. Ona görə də mənə elə gəlir ki, Harvard Universiteti bizə təkcə kitablardan öyrənmək yox, həm də cəmiyyətdə, insanlardan, hər bir insan bir kitabdır. Yəni,
onlarla münasibətlərdən öyrənmək bir adət-ənənəsi verdi bizə ki, bunu da biz artıq təhsil sistemində tətbiq etməliyik kimi bir mesaj götürdüm mən oradan. Təhsil yalnız akademik bacarıqları formalaşdıran bir təhsil deyil, bu bir insanın, təhsil alanın şəxsiyyət kimi formalaşmasını təmin edən model olmalıdır. Elə siz də buna toxunmuşdunuz. Sizin Harvard Universitetində hansı model var ki, tutaq ki, siz bununla rastlaşdınız ki, orada şəxsiyyət kimi tələbələrin formalaşdırılması, istiqamətləndirilməsi, o modelin məsələn Azərbaycan təhsil sistemində görmək istəyərdiniz. Bir qədər bu barədə danışaq. Ən açıq, aydın gördüyüm model sosial-emosional öyrənmənin məktəblərdə, dərslərdə tətbiq olunması idi. Yəni bu sistem elə bir sistemdir ki, artıq müəllimlə şagird arasında olan yaxşı mənada baryer qaldırır. Artıq şagird müəllimi öz dostu kimi, öz məsləhətçisi kimi görməyə başlayır və artıq ondan qorxaraq təhsil almır. Ona hörmət edərək təhsil alır, onun fikirlərini qəbul edir və əgər özünün həyatında hansısa bir problem varsa, onu müəllimi ilə bölüşə bilir. Və sosial-emosional model həqiqətən həm akademik göstəricilərin artmasına kömək eləyir, həm də ki, ümumiyyətlə uşaqlarımızın komplekssiz böyüməsinə, analitik bacarıqları olan mükəmməl bir vətəndaş kimi böyüməsinə gətirib çıxarda biləcək bir modeldir. Mən onu Harvard Universitetində biz tezisimizi hazırlayarkən xüsusilə həmin modelə toxunmuşduq və həqiqətən onun gələcəkdə nə qədər insanların həyatını dəyişəcəyinə, nə qədər bizim gənclərimizin tamamilə fərqli vətəndaş olacağına yönəlmiş bir modeldir. Və bunun tətbiqini İnşallah arzu edirəm. İnşallah. Və Harvard biz də təcrübəsindən sizinlə danışırıq. Ümumiyyətlə tədris ciddi akademik xətt üzrə qurulsa da, bugün dünya təhsil sistemində belədir, yanaşmalar da belədir ki, incəsənət də təhsilin tərkib hissəsi olmalıdır. Siz bu barədə nə düşünürsünüz? Bu əslində mənim də çox sevdiyim bir maraq sahəmin olduğu bir. Mən sizin təqdimatlarınızda da bununla rastlaşmışam. Bəli. Yəni bir sahədir. İncəsənət əslində təhsildən fərqli bir qol deyil. İncəsənət təhsilin özü deməkdir. Yenə də deyirəm, təhsil öyrənmə prosesidir. Mən bunun tərifini belə başa düşürəm. Təhsil öyrənmə prosesidir və öyrətmə prosesidir. Amma bu prosesin hansı metodla gedə biləcəyi artıq insanların seçimindən asılıdır. İnsanlar var ki, kitab oxumağı üstün tutur. İnsanlar var ki, bir-birindən söhbət eləmək nəticəsində bir-birindən nəsə öyrənə bilirlər. Amma incəsənət özünü ifadə etmənin bir növüdür. Məsələn, bu yaxınlarda mən bir çox gözəl bir hadisənin şahidi oldum. Bir məktəb dərsində idim və uşaqların tarix dərsini müəllimə danışma prosesinə şahid oldum. Bəziləri müəllim belə bir çıxış verirdi ki, uşaqlara hərə öz istədiyi kimi öyrəndiyi hadisəni mənə ifadə eləyə bilər. Və inanırsınız, uşaqlar daha kreativdirlər, yəni daha yaradıcıdırlar. Mən hiss edirəm ki, biz əgər dünyanı uşaqların yaradıcılığına buraxsaq, dünya çox gözəl bir yerə çevrilər, həqiqətən. Və başladı hərəsi bir cür plan qurmağa. Məsələn, biri dedi ki, biz dostlarımızla danışanda rahat oluruq, icazə verin biz fikirlərimizi bir-birimizlə bölüşək. Biri qayıtdı, dedi ki, yox, mən istəyirəm ki, yazam, yazılı şəkildə bunu göstərəm sizə. Bir qrup uşaq var idi ki, şəkil çəkməklə başladılar həmin o öyrəndikləri hadisəni nəql etməyə. Və mən baxdım, gördüm ki, həqiqətən incəsənət təhsilə inteqrasiyası və onların birləşməsi və dostluğu, yəni əməkdaşlığı gələcəkdə, ümumiyyətlə nəinki gələcəkdə, elə bugünün özündə uşaqların özünü ifadə etməsinə, uşaqların qazancına gətirib çıxardacaq. Bu əslində qalsa Harvard Universitetində də belə bir təcrübə var. Liderlik dərsləri var və o liderlik dərslərində incəsənətlə necə liderlik etmək olar kimi bir mövzu keçirilir. Burada əsasən götürülür yazıçılar, rəssamlar, aktivistlər, hansı ki çox gözəl əl bacarıqları var. Məhz liderlik onların vasitəsilə aparılır və
onların qrupundan ibarət bir maarifçilər qrupu yaradılmışdı. Necə gözəl. Və onlar məktəblərə gedərək, müxtəlif qurumlara gedərək prezentasiyalar eləyirdilər. Amma prezentasiyalarında bir məna var idi. Yəni təhsil vacibdir, biz oxumalıyıq, dünyanı dəyişməliyik, amma bunu təsəvvür edirsiniz şəkillərlə və Daha əyani. Bəli, çəkdikləri şəkillərlə və yaxud da ki, əl sənəti ilə bunu izah edirdilər və bunu uşaqlara çatdırırdılar. Və mən başa düşürəm ki, insanın emosiyalarına toxunmasan, o insanı yönəltmək çox çətindir. Yəni quru-quru deməklə ki, məsələn, gəlin dünyanı dəyişək, necə dəyişək? Bu sözdür də, cümlədir də. Amma onu incəsənətə yeridib, şəkil formasında və yaxud da bir tamaşa formasında insanlara ötürmək artıq bu doğrudan da elə həmin o səhnədən dünyanı dəyişmək deməkdir. Çünki bir insanın, o Einstein'in sözüdür, onu biz söyləməmişik ki, bir insanın təfəkkür tərzini dəyişmək atomu parçalamaqdan daha çətindir. Bəli. Əgər buna sizin dediyiniz kimi biz onun emosiyalarına təsir edə bilsək, xəyal dünyasına, daxili dünyasına təsir edə bilsək, əyani nəsə göstərə bilsək, bəlkə də elə həmin andan biz dünyanı dəyişəcəyik və sizin o dediyiniz o fikir mənim çox bəyəndiyim bir fikir oldu ki, biz uşaqlara dünyanı düzəltməyi tapşırsaq, dünya doğrudan da gözəl olacaqdır. Biz onların gücünə inansaq, biz onlara motivasiya edə bilsək və həm də bir məsələyə də toxunduq burada ki, fərdi öyrənmə ehtiyacları var uşaqların. Biz o uşaqları kəşf edə bilmirik. Çünki biz ümumi o uşaqlara, istər tələbələrə, istər xüsusən də şagirdlərə, orta məktəb təhsil alanlarına, biz onlara ümumi yanaşdıqda bəzən mənə elə gəlir ki, onlar hər biri bir xəzinədir o sinif otağında. Biz onları kəşf edə bilmirik. Sizin dediyiniz kimi, ola bilər ki, o fikirlərini rəsmlə daha bizə gözəl ifadə edə bilir. Eləsi var ki, mən hərdən deyirəm ki, elə uşaqlar var ki, onlar mahnı oxuyuq ya da fikirlərini söyləyə bilərlər. Və biz də o sinif otaqlarında Azərbaycanın gələcəyinin təməlləri dururlar. Bizim doğrudan da dediyimiz o çiçəklərdir ki, biz onlara elə yanaşmalıyıq ki, münbit torpaq olmalıdır. Məktəblər, təhsil müəssisələri onların yetişməyi üçün. Layla xanım, müasir mədəniyyət, biz incəsənətdən danışırıq. Yalnız incəsənət və irs çərçivəsində deyil artıq. Bu həm də fərdin davranış modellərini, kommunikativ münasibətləri formalaşdıran kompleks sosial bir sistemdir. Biz bayaqdan elə məktəb mədəniyyətindən danışırıq. Məktəb mədəniyyəti uşağın şəxsiyyət kimi formalaşmasında hansı mühüm mənbə rolunu oynaya bilər sizcə? Məktəbdən qabaq mən ailədən başlamaq istəyirəm. Biz ailədə atadan, anadan necə davranış görürüksə və çöldə də onu nümayiş etdirməyə başlayırıq, deyilmi? Birinci məktəbimiz ailədir. Bəli. Atanın anaya müraciəti, tonu, xitabı, səs tonu, icazə alma tərzi və yaxud da ki, ananın atadan ata ilə münasibəti uşağa nə qədər nümunədirsə, məktəbin həmin o qurulmuş sistemin uşağa təsiri də çox böyük və danılmazdır. Məsələn, əsas məktəb mədəniyyətin uşağa təsir dedikdə ən sadə başlayacağam, ən aşağıdan başlayacağam. Müəllimlərin uşaqlarla davranışı, uşaqların bir-biri ilə davranışı və yaxud da uşaqların bir-biri ilə davranışı zamanı səhvlər ola bilər. Müəllimin buna necə ehmalca yanaşıb həmin səhvləri düzəltməsi. Məktəb direktorunun müəllimlərlə davranışı, uşaqlarla davranışı. Bunların hər biri uşağın şüur altında formalaşan bir mədəniyyət mühitidir. Yəni bu gələcəkdə həmin uşaqlar bunu özləri ilə bərabər oxuduqları universitetə və işlədiyi mühitə daşıyacaq. Müəllimlərdən, valideynlərdən, bizim onlarla münasibətimizdən, uşaqlarla münasibətimizdən, məktəb direktorunun müəllimlərlə münasibətindən xüsusilə onu vurğulamaq istəyirəm ki, bu həqiqətən çox böyük bir göstəricidir. Məsələn, adi bir misal gətirim sizə. Əgər məktəb direktoru hansısa bir sinifdə uşağın adını bilir və Camal, Məmmədov Camal, bugün necəsən, dərsə gecikmisən deyə müraciət eləyirsə, artıq orada vəziyyət dəyişir. Bu nə deməkdir? Mühit dəyişir. Mühit dəyişir. Deməli, gör mən nə qədər dəyərliyəm deyir şagird öz-özünə ki, məktəb direktoru mənə adımla və familiyamla müraciət elədi. İndi mən demirəm ki, bunu hamı etməlidir və yaxud da bu belə də olmalıdır. Bəzi məktəblər var ki, orada minlərlə, olsa gözəl olar. Orada minlərlə şagird var. Amma bu xırda nüanslardan başlayır da hər şey. Bu mühit 4 nəfərdən ibarət bir komandaydıq və biz
orada başa düşdük ki, bu məktəblərdə uşaqlarla ünsiyyət düzgün qurulmayıb. Çünki uşaqlar müxtəlif sosial təbəqələrdən gəlirlər və orada ən çox miqrantlar yaşayırdılar. Əfqanlar var idi, Meksikalılar var idi və yaxud da ki, qara dərili insanlar, başqa yerlərdən köçüb gələnlər var idi və uyğunlaşma yaxşı getməmişdi. Yəni, müəllim ünsiyyəti, müəllimlə uşaqlar arasında ünsiyyət düzgün qurulmamışdı. Aqressiv bir mühit idi, orada şiddət də var idi, biz onda şahidi olduq. Və beləliklə aydınlaşdırdıq ki, bu sosial-emosional yaxınlaşma olmasa, müəllimlərin o psixoloji yanaşması düzəlməsə bu uşaqlarla, mütləq, yəni burada inkişafdan söhbət gedə bilməz. Bəli. Və belə bir plan hazırladıq, proyekt hazırladıq ki, biz orada müəllimlərlə uşaqları bir araya gətirən müəyyən tədbirlər hazırladıq və bu təkcə akademik bir tədbir deyildi. Dostlaşma, ünsiyyət qurma, bir yerdə maraqlarını öyrənmə, bir də müəllimlərə xüsusi bir təlimlər keçirildi ki, onlar dərk etdilər ki, onların elə özlərinin çətinliklərinin əsas səbəbi uşaqların dilini tapa bilməmələri. Tədbirdən sonra artıq uşaqların həftəlik kvizlərinin sayı qalxmağa başlayıb. Necə gözəl nəticə. Deməli, biz onu gördük ki, bu tədbirlərdən sonra, uşaqlarla müəllimlərin ünsiyyətindən sonra başqa bir şey yarandı orada. Uşaqların dərsə gəlmə, davamiyyət prosesi statistik olaraq qalxmağa başladı. Gələcəkdə bu həm uşaqların psixoloji durumuna böyük bir dəstək deməkdir. Həm də onların akademik nəticələrinə mütləq şəkildə təsir göstərəcək. Bir sual ortaya çıxa bilər ki, biraz bunun ölçmə sistemində problem yarana bilər ki, məsəl üçün biz necə bilək ki, bəli, bu necə şəffafdır, bu necə işləyəcək, bəs bunu kim ölçür, kim buna nəzarət eləyir? Hansı meyarlarla ölçür? Bəli, biraz ölçmə. Çünki bilirsiniz ki, ölçmə təhsil sistemində ən vacib faktordur. Ən vacib məsələ. İnanın ki, mənə adi uşaqlardan söz soruşmaq ki, bugün dərsə necə getdin, necə gəldin, müəllim sənə nə dedi? Elə uşaqların ağzından onu ölçmək mümkündür. Hətta baxışından da baxışından onu ölçmək mümkündür. Arzu edirəm ki, bu cür öyrənmə sistemləri Azərbaycanda tətbiq olunsun ki, bizim gözəl balalarımızın psixoloji rahatlığı yerində olsun. Və o zaman çox gözəl akademik performansla göstərəcəklər və vətən üçün, cəmiyyət üçün çox gözəl vətəndaşlar olacaqlar. İnşallah. Və mən buna əminəm, çünki bizim ölkəmizdə də təhsil müəssisələrində, təhsil sistemində xüsusi islahatlar həyata keçirilir ki, artıq ən təqdirə layiq hallardan biri də odur ki, son zamanlar yəqin siz də bunu izləyirsiniz ki, təhsillə bağlı, hətta valideyn, evlad kommunikasiyası, onlar arasındakı münasibətlər, müəllimlə şagirdlər arasında bununla bağlı bizim də bayaqdan çox belə təqdirə layiq hesab etdiyimiz sosial çarxlar çəkilirlər. Mən hesab edirəm ki, o göstərmək şagirdə, biz valideyni də indi bugün təhsil müəssisələrində elədir. Valideynlərlə keçirilən seminarlarda, konfranslarda, hətta məktəb psixoloqları, məktəb rəhbərləri, sinif rəhbərləri, müəllimlər nə qədər danışsaq da söz və əyani göstərmək bunlar ayrı-ayrı, bir-birinə alternativ deyirlər, mən deyirəm bunlara. Daha nə qədər əyanilik olarsa, o qədər bu daha produktiv olur və bugün o sosial çarxların çəkilməyi, məktəblinin dostu layihəsinin bizim məktəblərimizdə olması, psixoloji xidmətin diqqətdə saxlanılması mənə elə gəlir ki, gələcəkdə bizim arzuladığımız mühiti də verəcəkdir. Və siz çox doğru vurğuladınız ki, ailədən gələn bir məsələ də var. Çünki bugün bizi həm vətəndaş kimi, həm müəllim kimi narahat edən şagirdlərdə, xüsusən də yeniyetmələrdə olan aqressiyadır. Və bunun təməlini siz də yəqin mənlə razılaşarsınız. Mən hər dəfə psixoloji gərginlik, psixoloji problemə bağlamaq istəmirəm. Çünki biz deyə bilmərik ki, bugün Azərbaycan təhsil müəssisələrində təhsil alan şagirdlərin 90%-nin hamısı psixoloji problemlidir. Mənə elə gəlir ki, bunun təməlində bir qədər anlayış məsələsi var. Şagirdlərlə, şagird deməyək, evladla valideyn arasında bağların zəifliyi vardır. Bugün
etiraf edək ki, bəli, analar, valideynlər işləyirlər. Bu işləmək məcburiyyətindədirlər, işləməlidir. Vaxtın azlığından mənə elə gəlir ki, bizim yetişməkdə olan nəslin söhbətə, ünsiyyətə daha çox ehtiyacı var Layla xanım, düzmü deyirəm? Bəli. Əslində qalsa dediyiniz faktorlar çox vacib faktorlardır. Biz bunu kapitalizmin bəlası adlandırırıq. Amma qadın həm kişi işləməli və bu zaman düzdür. Yəni uşaqlara olan diqqət nisbətən azalır, amma o işdən qayıdandan sonraki uşaqla 15-20 dəqiqə o keyfiyyətli vaxt keçirmək, onu hər günə sala bilsək, o cədvəlimizə onu sala bilsək, balansı qoruya biləcəyik o zaman. Bəli. Yəni inanın ki, mənə buna saatlar lazım deyil. Yəni o 15-20 dəqiqəlik yemək vaxtı ola bilər, televizora baxmaq vaxtı ola bilər və yaxud da adi bir kitab oxumaq. Gəlin bir yerdə kitab oxuyaq. O demək olar ki, bütün sistemi, prosesi dəyişir. Yəni uşaqlar da anlayırlar ki, ana, ata işləyir, amma yenə də axşam mənə diqqət bizdədir. Bu qədər diqqət ayırdı. O 20 dəqiqəni həvəslə gözləyən uşaqlar var əslində. Vaxt cədvəlimizə uşaqlarımızı salmaq, bu disbalansı biz aradan götürməliyik. Bəli, bu disbalansı aradan götürəcək və həqiqətən uşaqların o emosional davranışındakı olan problemlər aradan qalxacaq. Mən elə düşünürəm. Çünki mən hər dəfə deyirəm ki, səssiz bir şagird, səssiz bir evlad bunun çox içərisində onun səssizliyi üsyandır. Onu eşitmək, dinlənilmək üçün bir üsyandır. Onları eşitmək, onlarla söhbət etmək və onu çox doğru vurğuluyorsunuz. Ola bilər ki, hətta valideynlərində ən çox analar evdə olurlar adətən. Səhərdən axşama kimi evdə olan bir ana, bütün gün evladı ilə olan ana, bəlkə də o produktiv qurulmayan bir münasibət heç bir əhəmiyyət kəsb etmir. Amma sizin dediyiniz kimi daha səmərəli, daha düşünülmüş olan o 20 dəqiqə onun həyatında bir çox dəyişikliklər edə bilər. Bu birbaşa gəlir ünsiyyət mədəniyyətinə. Ünsiyyət mədəniyyəti də ailədən başlayır, sonra təhsilə, məktəbə, sonra ali məktəbə. Həmişə bir sosial razılaşma deyilən bir anlayış var. O da nədən əmələ gəlir? Sosial razılaşma olmaq üçün rasional dialoq olmalıdır. Yəni insanlar arasında və mən istəyirəm ki, biz bu elə müasir dövrdə də mədəniyyət konsepsiyasının mühüm bir amilidir ünsiyyət mədəniyyəti. Uşaqlarda bu istiqaməti necə inkişaf etdirmək olar? Sizin fikirləriniz mənə maraqlıdır. Mən həmişə bir valideyn olaraq və bir müəllim olaraq düşünmüşəm ki, uşaqlara sual vermə bacarığını uşaq vaxtından öyrətmək lazımdır. Və onun verdiyi bütün suallara səbrlə cavab vermək lazımdır. Çünki uşağın dünyanı kəşf etmə vaxtıdır. Yəni 3 yaşından başlayır bu suallar dövrü. Erkən uşaqlıq dövründəki öyrənilən biliklər ümumiyyətlə heç vaxt uşaqların, böyüklərin yadından çıxmır. Düzgün sual verə bilmə və mühakiməyə açıq bir şərait yaratmağa mənə elə gəlir ki, uşaqlarda analitik düşüncə tərzini inkişaf elətdirir. Ümumiyyətlə analitik düşüncə tərzi adətən uşaqlarımızı necə böyüdürük? Biraz şərq mədəniyyətində başqa bir format var. Biraz böyüklərin qarşısından qayıtmaq olmaz. Sən həmişə razılaşmalısan. Valideynlər nə deyir, o düz deyir. Əslində o düz deyil. Amma valideynləri də sorğulaya bilən uşaqlar yaratsaq, biz artıq cəmiyyəti düzəltməyə çalışan, doğru analitik mühakimə bacarığı olan vətəndaşlar yetişdirmiş oluruq. Burada da balansı qorumaq lazımdır da. Bəli. Yəni biz uşağın bir çərçivə, yəni elə etməliyik ki, bu həddindən artıq ərköyünləşməyə, yəni o bütün o mədəniyyət, o etik kodeksi aşmamaq şərti ilə. Çünki o etik kodeks aşılsa artıq biz çox üzr istəyirəm ifadəmə görə yırtıcı insanlar yetişdirmiş olacağıq. Əlbəttə, onu mən sizin dediyinizlə tamamilə razıyam. Amma tamamilə hər şeyi ona deyilən kimi edən uşaqlar da produktiv uşaqlar deyillər. Onlar biri soruşmalıdırlar, niyə mən bunu eləyirəm, nəticəsi nə olacaq? Və yaxud da sən ona sual verirsən ki, səncə bunun nəticəsi nə olacaq? Və bu zaman artıq o rasional dialoq yaranmış olur. Və bu analitik mühakiməsi yüksək olan uşaqlar gələcəkdə hansısa bir qurumun rəhbəri olurlar, lider olurlar və artıq o etik kodeks çərçivəsində çox gözəl yönətici olurlar və cəmiyyətin inkişafına aparırlar.
Mən niyə bunu vurğuladım? Çünki bizə valideynlər də, müəllimlər də, şagirdlər də izləyirlər. Çünki adətən biz bu məsələdə də bir qədər boşluğa yol vermişik. Niyə? Çünki müasir dövr ki tələb edir ki, uşaqlar biz onları dinləməliyik, onların öz sözləri, öz fikirləri olmalıdır. Adətən valideynlərlə söhbət edəndə mən onunla qarşılaşıram ki, onlar müəllimlərə deyirlər ki, biz artıq elə bir şərait yaratmışıq ki, onlar bizi heç dinləmirlər. Diskussiya əsaslı dərslər də bizim dediyimiz məsələyə yardım edir. Debatlarda, diskussiya əsaslı dərslərdə onlar fikirlərini bölüşə bilirlər. Bəli, tamamilə düzdür. Artıq müasir təhsil sistemində debatlar və diskussiyalar artıq xüsusilə humanitar fənlərin özəyinə çevrilib. Çünki tarix dərslərində, ədəbiyyat dərslərində obrazlı danışma, obrazların adından performanslar göstərmək və uşağın həmin obrazın düşüncəsinə uyğun suallar verməyi öyrətmək artıq debat mədəniyyətini formalaşdırır. Bilirsiniz, bəzən debat kəlməsini səhv salırlar. Bu argumentativ və yaxud da ki, biraz xaotik bir vəziyyət kimi düşünülə bilər kənardan. Əksinə, debat çox böyük bir mədəniyyətdir. Qarşı tərəfin fikirlərinə qulaq asmaq, əgər varsa əks arqument vermək, amma bu əks argumenti böyük bir mədəniyyət çərçivəsində qarşı tərəfə bildirmək, bunun özü bir mədəniyyətdir. Mən debat deyəndə əslində argumentativ fikirlər və yaxud da xaotik bir atmosfer nəzərdə tutmuram. Çox mədəni, rasional dialoq nəzərdə tuturam. Mən sizlə razıyam, amma bilirdisə ki, bu fikir doğrudur, onu bəzən demirdi və yaxud da desə də tez fikrini dəyişə bilirdi. Əgər qarşıdakı insan ona xüsusi bir tonla və yaxud da aqressiya ilə cavab verirdisə. Amma debat artıq o uşaqlardakı özgüvən yaradır. Siz dediyiniz doğrudur, ola bilər, amma mən müəyyən nüanslarla razılaşmıram və bu uşaqlarda gətirir, tədqiqat bacarıqlarına çıxardır. Çünki debatda qalib gəlmək üçün niyə də belə olmasın tendensiyasını formalaşdırır. Çünki debatda qalib gəlmək üçün mütləq arqumenti əsaslandırmaq lazımdır və bunun üçün mütaliə etmək lazımdır. Debat tədqiqat bacarığına gətirib çıxardır. Çünki sən niyə belə düşünürsən? Çünki Einstein belə demişdi, məsəl üçün. Sən niyə belə düşünürsən? Çünki Bernard Shaw siz dediyiniz kimi belə demişdi. Bu artıq, bilirsiniz necə, gələcəyin necə deyim sizə, buna evidence-based deyirlər. Sizdən kömək istəyəcəm bu sözün tərcüməsini. Tədqiqatçılığın əsasını qoyacaq. Bəli, tədqiqat əsaslı şəxsiyyətlərin yetişdirilməsi prosesinə gətirib çıxardır. Ömür boyu nəyisə öyrənməyə çalışacaqdır. Layla xanım, mən çox istəyirəm ki, sizin Harvardda dərsləriniz zamanı yadınızda qalan çox yaxşı bir təcrübəni, çünki bugün sizi izləyən bizim gənclərimiz var ki, o hansı ki, onlar xaricdə təhsili çox arzu edirlər, bunun üçün çalışırlar, biz bunu təhsil ocaqlarında görürük. Hətta ali məktəb tələbələri ki, biz magistratura pilləsini mütləq xaricdə təhsil alacaq. Əlbəttə, bu böyük bir təcrübədir və bu cür insanların da, bax, necə siz gözəl təhsil almışsınız, bugün ölkəmizə xidmət edirsiniz, sizinlə elə bugünkü söhbətimizin çox maraqlı fikirləriniz, bunun çox faydalıdır sizi izləyən, yetişməkdə olan nəsil üçün. Mən də istəyirəm ki, sizin o Harvard dərslərinizdən yadınızda qalan gözəl bir təcrübəni bölüşəsiniz bizimlə. Mənim yadımda qalan ən gözəl dərslərdən biri Professor Fernando Rimmers'in dərsində keçirdiyimiz debat idi. Elə sizin sözünüzə qüvvət. Biz bu debatda iki qrupa ayrılmışdıq. Biri dövləti təmsil edən insanlar idi. Yəni biz dövləti təmsil edirdik. Digərləri isə xarici orqanizasiyaları, məsələn, UNESCO-nun fərz edək ki, təmsil edən insanlar idi və UNESCO çalışırdı ki, məsəl üçün deyək, Amerika təhsil sistemində müəyyən bir şeyləri dəyişdirsin, amma dövlət də çalışır ki, çox da xarici təşkilatları içəriyə buraxmasın. Çox gözəl orada belə bir abu-hava yarandı. Həqiqətən emosional gərginlik yaranmışdı orada və nəticədə belə bir hərə öz arqumentlərini dedi. Məsəl üçün, dövlət dedi ki, yox, mən səni içəri buraxa bilmərəm, sən tədqiqat eləmisən və həmin o datanı ver bizə, biz dəyişiklikləri özümüz eləyək. UNESCO da deyir ki, yox, mən eləmişəm tədqiqatı, qoy mən sənə kömək eləyim, sən falan dəyişiklikləri eləyəsən. Nəysə, belə-belə biz razılaşmamalıydıq bir-birimizlə. Emosional gərginlik artdı və nəticədə elə bir vəziyyətə gəldi ki, bəzi insanlar səslərini qaldırmağa başladılar və orada
qəzəb yarandı. Gərgin bir mühit yarandı və qəzəb yarandı. Və nəticədə o qəzəb yaranan anda artıq professor mütləq daxil olmalı idi məsələyə və orada dedi ki, bu qəzəbi, əslində bu qəzəb o qədər gözəl bir, emosional bir, enerjili bir hissdir ki, dedi, biz bunu bu an yönətməliyik. Amma bir-birimizi aşağılamaq üçün yox, daha konstruktiv mövqe tutmaq üçün. Yəni bizim gəldiyimiz nəticəmiz odur ki, ağır emosional vəziyyət yaranıb, qəzəb yaranıb və biz bir-birimizə bu dəqiqə nifrət etmə modundayıq. Sadəcə bunu dəyişmək lazımdır. Bəs bunu necə dəyişək? Dedi ki, gəlin ortaq bir orqanizasiya yaradaq, təşkilat yaradaq. Onun içində həm dövlət əməkdaşları olsun, həm xarici təşkilatın əməkdaşları olsun. Aha, deməli, həmin o vəziyyət gətirib çıxartdı produktiv bir situasiyaya. Və doğrudan da biz baxdıq ki, sırf Harvard ona görə Harvard olub ki, necə deyim sizə, negativ vəziyyətdən pozitiv bir vəziyyətə keçid düzəldə bilir. Mən bunu həqiqətən həyat dərsi kimi özümə götürdüm ki, insan emosional varlıqdır. Biz qəzəbimizdən, qorxumuzdan qorxmamalıyıq. Bunlar bizə Allah tərəfindən verilmiş təbii hisslərdir. Onu necə istifadə etməyimiz, hansı alətlərlə istifadə edib, hansı alətlərlə ölçməyimiz əsas vacib faktordur ki, biz insana çevrilək, produktiv olaq. Bəli. Layla xanım, biz məktəb mədəniyyətindən, ünsiyyət mədəniyyətindən, insanlar arasında münasibətlərdən, bunlardan danışırıq. Mən bu əlbəttə ki, insanı yönləndirən, mən hətta həmişə də deyirəm ki, insanın valideynlərindən sonra ən böyük, ən yaxın dostu kitablardır. Bizi izləyən, yetişməkdə olan nəslə, şagirdlərə, tələbələrə hansı kitabları mütaliə etməyi siz tövsiyə edərdiniz? Hansılar ki, bunlar sizin həyatınızda müstəsna bir rol oynayıblar, fikir yönəldə biliblər? Bu kitablar, deməli, hər kəsin bir seçimi var. Məsələn, insanlar var ki, detektiv janrda əsərləri xoşlayırlar, insanlar var ki, dram janrını xoşlayırlar. Məsəl üçün, mənim həyatımda, mənim oxuduğum kitablar hamısından olub, hər birindən, hər bir sahədən olubdur. Məsəl üçün, mən çox bəyənirdim uşaq vaxtı, gənc vaxtı detektiv əsərləri, Agatha Christie'nin əsərlərini çox bəyənirdim. Biraz böyüdüm, Xalid Hüseynin Çərpələn Gücran əsərini oxudum və o mənə çox möhtəşəm, emosional bir iz buraxdı mənim həyatımda. Bilirsiniz, yəni hansı kitabları sırf oxusunlar deyə mən məsləhət verə bilmirəm. Çünki hər bir insan özünə məxsusdur. Yəni hər bir insanın hissləri, emosiyası özünə məxsusdur. Ona görə də insan əvvəl özünü dərk etməlidir, sonra istiqamətini seçməlidir. Mən sizə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Bu əhatəli cavablar üçün, maraqlı müsahibə üçün bir daha təşəkkür edirəm. Çox təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm Elnura xanım ki, bu gözəl maarifləndirici verilişləri təşkil edirsiniz və bizim gənclərə gözəl töhfələr verirsiniz. Çox sağ olun. Sağ olun. Hörmətli tamaşaçılar, siz TV1-in efirində böyük tənəffüs verilişinə baxdınız. Yenidən görüşmək ümidi ilə diqqətinizə görə minnətdaram.